Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən çaylarda sahil mühafizə işləri davam edir. Bu istiqamətdə çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır. Rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində sahil mühafizə bəndləri yerləşir. Katexçayda, Talaçayda, Muxaqçayda, Bəkməzçayda və Qaraçayda buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının təmizlənməsi 60 kilometr uzunluğunda görülüb. Payız daşqınları ilə əlaqədar hal-hazırda dayandığımız ərazi Talaçayın sol sahili aşağı Tala kəndi ərazisidir. Burada 3-cü Tala, aşağı Tala kəndinin əkin sahələrinin sel daşqın sularından qorunması üçün sahil bərkitmə işləri həyata keçirilir. Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən 2025-ci ilin suvarma mövsümü uğurla yekunlaşıb. Payızlıq bitkilərin əkini üçün hazırlıq işlərinə başlanılıb. Bu istiqamətdə əkin sahələrinin itkisiz səmərəli suvarılmasını təşkil etmək məqsədi ilə kanallarda lildən, kölkosdan təmizlənməsi işləri görülüb. Hal-hazırda yerləşdiyimiz ərazi Zaqatala şəhərini və ona birləşik əraziləri içməli su ilə təmin edən Talaçay mənbəsidir. Burada bizim 27 ədəd su süzücü filtrimiz yerləşir. Güclü yağışlar və sellər gözlənilir. Bunun üçün tam hazırlıq görülür. Gördüyünüz kimi texnikamız işləyir. Filtrlərin ətrafına iri daşlardan və tum çınqıldan ibarət vallar vurulacaqdır. Qeyd edək ki, Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsinin balansında əkin sahələrinin suvarılmasında istifadə olunan 127 ədəd supertezyan, 111 artezyan var. 2025-ci ilin əvvəlindən 18 ədəd supertezyan quyusu cari təmir olunub.